Holberton School Azərbaycanda tam təqaüdlü IT təlimlərinə qeydiyyat başlayıb. Proqram əsasən 4 istiqamətdə müvafiq olaraq 9 və 12 ay müddətində tədris olunur. Təlimlər Holbertonun beynəlxalq təhsil modelinə əsaslanır və həm əyani, həm də onlayn formatda keçirilir. Bakı və ətraf rayonlarda yaşayanlar üçün kampusda həftədə ən azı 15 saat iştirak vacibdir. Bölgə sakinləri isə onlayn qoşula bilərlər. Qeyd edək ki, təlimlər 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. Proqram çərçivəsində 200 nəfər təlim alacaq. Məzunlara aparıcı və ya baş mütəxəssis səviyyəsi veriləcək. Tələbələr minimal bacarıqlar, biliklərini yoxlandıqdan sonra 2 mərhələli imtahandan keçirlər və onlar təqaüd qazanmaq əldə edəcəklər. Təqaüd tamamilə 100%-dir, heç bir ödəniş tələbələr tərəfindən edilməyəcək. Müraciət etmək üçün 2 əsas şərtimiz var. 1. Azərbaycan vətəndaşı olmalıdır. 2. 16 yaşın üzərində olması lazımdır ki, bu proqrama müraciət edilə bilsinlər. Birinci imtahan mərhələsi həm texniki bilik və ingilis dilidir. Hal-hazırda tələbələrimiz texniki bilikdən, bazı texniki biliklərdən və ingilis dilindən imtahan verirlər. İkinci mərhələdə isə onlar müsahibəyə cəlb olunacaq. İngilis dili əsasən A2, B1 səviyyələrindədir ki, burada əsas məntiq oxuyub anlamaqdır. Təhsilini tamamlamamış, yarımçıq qoymuş və ya peşə dəyişikliyi etmək istəyənlər də müraciət edə bilərlər. Layihənin məqsədi İKT sahəsində peşəkar kadrlar hazırlamaq, rəqəmsal savadlılığı artırmaq və iqtisadi inkişafa tövhə verməkdir. Məktəb Azərbaycan üçün IT sahəsində olan mütəxəssislərin hazırlanmasına kömək olmuşdur. Daha çox kiber təhlükəsizlik, kompüter elmləri, maşın öyrənməsi, süni intellekt və digər sahələr üzrə ölkəmizdə olan IT ixtisaslara olan tələbatı ödəmək məqsədi ilə bu mütəxəssislərin hazırlanmasına fokuslanmışıq. Nəzərdə tutulmuşdur ki, gələn ilin 2026-cı ilin sonuna 160 nəfər sadaladığım ixtisaslar üzrə kadrların hazırlanması həyata keçirilsin. Təlimin son qeydiyyat tarixi isə 29 oktyabrdır. Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən Holberton School hazırda 20-dən çox ölkədə, 30-dan çox şəhərdə qlobal təhsil şəbəkəsini formalaşdırır. Holberton School'un məzunları Google, Apple, Tesla, Meta və digər aparıcı texnologiya şirkətlərində çalışır.